Koç bürcü. Bugün təəssürat yaratmaq istədiyiniz insanlarla görüşmək üçün əlverişli gündür. Bugün yaxşı təəssürat yaratmaq asan olacaq. Bir çox Koç bürcündən olanlar çox səy göstərməyə belə ehtiyac duymayacaqlar. İstər romantik görüşə çıxın, istərsə də potensial işə götürənlə görüşün, cazibədarlığınız heç kəsi laqeyd qoymayacaq. Hətta şifahi imtahanlar belə adi haldan daha asan olacaq. Kiçik tərəddüdlər və sapmalar bağışlana bilər. Əlbəttə ki, özünə inam da əhəmiyyətli rol oynayacaq. Bəzi insanlar haqlı olduğunuza çox əmin olduğunuzu görüb, sadəcə sizinlə mübahisə etməkdən çəkinəcəklər. Dəqiqlik və detallara diqqət yetirməyi tələb edən adi işlər bir qədər daha çətin olacaq. Belə şeylər etmək istəməyiniz ehtimalı azdır. Bir çox Koç bürcünün diqqəti adi haldan daha çox yayınacaq və bu da səhvlərə səbəb ola bilər. Bu işləri başqasına həvalə etməyi düşünün. Pulunuzu riskə atmayacaqsınız və bu çox ağıllı addım olardı. Gün ümumiyyətlə maliyyə baxımından əlverişlidir və xüsusilə əmanət hesabları açmaq və onlara pul yatırmaq üçün əlverişlidir. Boğa bürcü, əgər nəsə alınmasa, yenidən cəhd edin. Bu sadə qaydaya əməl etməklə bugün gözlədiyinizdən daha böyük uğurlara nail ola bilərsiniz. Yolda maneələr ola bilər, amma heç biri planlarımızdan əl çəkəcək qədər ciddi olmayacaq. Qətiyyətiniz çoxlarında xoş təəssürat yaradacaq və xüsusilə etibarlı tərəfdaş axtaranlar tərəfindən qiymətləndiriləcək. Çox güman ki, tezliklə onlardan maraqlı təkliflər alacaqsınız. Onları dərhal qəbul etmək məcburiyyətində deyilsiniz. Tərəddüd edib vaxt ayırsanız, daha yaxşı şərtlər barədə danışıqlar apara bilərsiniz. Uzun müddətli planlar qurmaq və ümumiyyətlə gələcək haqqında düşünmək yaxşıdır. Bəlkə də həmişəkindən daha praqmatik olacaqsınız və qeyri-mümkün olanı xəyal etməkdən və xəyal qurmaqdan mütləq çəkinəcəksiniz. Bu təkcə işdə deyil, həm də şəxsi münasibətlərdə faydalı olacaq. Xəyallardan qurtula və yeni imkanlar görə biləcəksiniz. Əkizlər bürcü, səhər ehtiyatlı davranmağa və heç kimə çox etibar etməkdən çəkinməyə çalışın. Bu əlverişli zamandır, lakin bu tənəsik hərəkətlər və ya sizi çaşdıracaq və vəziyyəti düzgün qiymətləndirməyinizə mane olacaq yalan məlumatlar almaqla əlaqələndirilə bilər. İstənilən vaxt kömək və ya məsləhət üçün müraciət edə biləcəyiniz etibarlı müttəfiqləri və sadiq dostları olanlar üçün daha asan olacaq. İşləri tək başına həll etməyi üstün tutursunsa, vəziyyəti anlamaq və taktika və strategiya hazırlamaq üçün özünüzə biraz daha çox vaxt verin. Tədricən müsbət tendensiyaların təsiri güclənəcək və günortadan sonra həyatınızın yaxşılaşdığını və işlərin idarə olunmasının asanlaşdığını hiss edəcəksiniz. Bir çox əkizlər əvvəlkindən daha enerjili hiss edəcək, şübhələrini kənara qoyacaq və uzun müddətdir həll etməkdə tərəddüd etdikləri işləri həll edəcəklər. Axşam qohumlarının taleyi və ya ailə üzvləri üçün vacib olan bir məsələ ilə bağlı narahat olanlar üçün yaxşı xəbər vəd edir. Xərçəng bürcü, hər şey asan olmayacaq. Bugün üçün vacib bir şey planlaşdırmısınızsa, yolunuzdakı maneələrə, gözlənilməz problemlərə və ya olduqca əsəbləşdirəcək kiçik anlaşılmazlıqlara təəccüblənməyin. Bir vaxtlar vacib xidmətlər göstərdiyiniz insanlar bugün sizə kömək edəcəklər. Amma hətta bu insanlara da onlardan nə tələb etdiyinizi ətraflı izah etmək lazım gələcək. Dərhal başa düşməsələr, təəccüblənməyin. Ümumiyyətlə, bu ünsiyyət üçün ən yaxşı gün deyil. Hətta yaxın dostlar belə sözlərinizi səhv başa düşə və ya şübhə edə, yaxud sizdən şübhələnə bilərlər. Qısqanclıq sevdiyiniz insanla münasibətlərinizi kölgədə qoya bilər. Unutmayın ki, hər hansı bir anlaşılmazlıq olarsa, problemin mövcud olmadığını iddia etməkdənsə, vəziyyəti mümkün qədər tez həll etmək yaxşıdır. Gələcək pul daxil olmaları və ya ümumi maliyyə işlərinizlə bağlı bəzi xəbərlər xoş xəbərlər gətirə bilər. Alış-veriş etmək və ailə tədbirləri təşkil etmək üçün
yaxşı gün olacaq. Şir bürcü. İşləmək istəyirsiniz. Bu zövqü özünüzdən məhrum etməyin. Gün ən mürəkkəb işlərdə daxil olmaqla istənilən faydalı iş üçün əladır. Başqalarının başladığı işi bitirməli olmağınız mümkündür və bir çox şirlər də səhvlərini düzəltməli olacaqlar. Başqaları qəzəbli ola bilsə də, şirlər nə qədər yaxşı iş gördüklərinə və başqalarının bacarmadığı işləri necə məharətlə dəf etdiklərinə sevinəcəklər. Bugün həm də təhsil almaq üçün əlverişli gündür. Əvvəllər çətin olan bir işin öhdəsindən gələ bilərsiniz. Hər şeyi anlamaq və bütün suallarınıza cavab almaq şansınız olacaq. Tədqiqatla məşğul olan şirlər bugün xüsusilə diqqətli olacaqlar. Ona görə də vacib bir kəşf etmək şansları var. Sevdiklərinizlə münasibətlər həmişə rahat olmayacaq. Bəzi problemlərin tamamilə öz günahınız üzündən yaranacağını etiraf etməlisiniz. Güzəştə getmək istəməməyiniz, ifadələrinizdə həddindən artıq sərt olmağınız və ya son dərəcə inadkar olmağınız mümkündür. Qız bürcü. Bu ən asan gün deyil, amma sakit qalsanız yaxşı keçəcək. Səhərlər emosiyalarınızın sizi idarə etməsinə imkan verməmək xüsusilə vacibdir. Əgər qısa müddətli impulslara təslim olsanız, sonradan peşman olacağınız bir şey deyə və ya edə bilərsiniz. Tədricən müsbət meyllərin təsiri güclənəcək. Bu xüsusilə ünsiyyətdə nəzərə çarpacaq. Başqaları ilə yola getməyin asanlaşdığını, onların sizə daha çox meyilli olacağını və fikirlərinizə və təkliflərinizə daha diqqətli olacağını hiss edəcəksiniz. Görünəsi işlər çox olacaq. Bunlara yalnız tanış deyil, həm də tamamilə yeniləri daxil edilsə, yaxşıdır. Bugün gündəlik işlərdən ara vermək, təxəyyülünüzə sərbəstlik vermək və əvvəllər diqqətdən kənarda qalan istedadlarınızdan istifadə etməyə çalışmaq faydalı olacaq. Özünüzü həddindən artıq yükləməməyiniz vacibdir. Başladığınız hər şeyin nəyin bahasına olursa olsun bitirmək istəyi, kiçik, əhəmiyyətsiz işlərə çox enerji sərf etməyinizə səbəb ola bilər. Bir şeyi kənara qoyub, boş vaxtınızı istirahət üçün istifadə edə bilirsinizsə, tərəzi bürcü. Gününüzün gözlədiyiniz kimi keçməsi ehtimalı azdır. Buna görə də planlarınızı dəyişdirməyə, improvizasiya etməyə və dərhal qərarlar qəbul etməyə hazır olun. İstənilən vaxt məsləhət üçün müraciət edə biləcəyiniz insanların yaxınlığınızda olması faydalıdır. Bir şey bilmədiyinizi və ya sadəcə dəstəyə ehtiyacınız olduğunu etiraf etməkdən çəkinməyin. Çoxları sizə kömək etməkdən məmnun olacaq. Yaradıcı fəaliyyətlər, eləcə də təxəyyülünüzü ortaya qoymağa və təlimatları əməl etmək əvəzinə, intuisiyanıza əsaslanaraq hərəkət etməyə imkan verən istənilən tapşırıq üçün çox əlverişli gün olacaq. Bu baxımdan heç kimin sizinlə eyni səviyyədə ola bilməsi ehtimalı azdır. Lakin diqqət və dəqiqlik tələb edən tapşırıqlar çətin ola bilər. Üstəlik, onları həll etmək çox yorucu olacaq. Ona görə də diqqətinizi yayındırmaq üçün tez-tez fasilələr verməyə çalışın. Xoşagəlməz söhbətlər mümkündür. Dostcasına olmayan münasibəti olan insanlar bugün xüsusilə israrlı olacaqlar və bütün tərəzilər bunlardan qaça bilməyəcəklər. Bəzi tərəzilər keçmiş səhvləri və ya səhv qərarları xatırladacaqlar. Əqrəb bürcü. Gün sürprizlərsiz keçməyəcək. Müsbət tendensiyalar üstünlük təşkil edəcək. Buna görə də bir çox şey gözlədiyinizdən daha yaxşı olacaq. Hətta bəzi köhnə səhvləri düzəltmək və ya başqaları üçün çox çətin olan bir işi həll etmək şansınız ola bilər. Qətiyyətli davranacaqsınız. Buna görə də istədiyiniz nəticələrə tez bir zamanda nail olacaqsınız. Bu hər kəsin məmnun olacağı demək deyil. Paxıllıq edəcək çoxlu insan olacaq. Lakin uğurlarınız hər kəsin xoşuna gəlməsə belə, onlar sizə zərər verə bilməyəcək. Gün məlumat öyrənmək, axtarış etmək və təhlil etmək üçün əlverişli olacaq. Təcrübələrini bölüşməyə hazır olan insanlarla qarşılaşacaqsınız. Onlara çətin suallar verməkdən çəkinməyəcəksiniz. Maliyyə məsələləri bir qədər çətin olacaq. Tələskənlik kədərli itkilərə səbəb ola bilər.
Pis vərdişlərdən heç olmasa müvəqqəti olaraq imtina etməyiniz məsləhətdir. Onlar hazırda həmişəkindən daha çox zərər verir. Özünüzə yaxşı baxın və lazımsız stressdən qaçınmağa çalışın. Oğatan bürcü. Görüləsi işlər o qədər çox olacaq ki, planlaşdırdığınız əyləncələrdən imtina etməli olacaqsınız. Amma bu barədə çox narahat olmayacaqsınız. Üstəlik, başqalarının çətin hesab etdiyi bir işi həll etmək şansınız olacaq. Onu mənimsəməyincə təslim olmayacaqsınız və istədiyiniz nəticəni əldə etdikdə özünüzdən çox məmnun qalacaqsınız. Gün işgüzar münasibətlər üçün əlverişli olacaq. Həmkarlarla ortaq məxrəc tapmaq və lazım gələrsə rəhbərliyin dəstəyini qazanmaq asan olacaq. Bəzi oxatanlar nüfuzlu insanlarla əməkdaşlıq danışıqları apara və ya etibarlı müttəfiqlər tapa biləcəklər. Hüquqi məsələlərlə məşğul olan oxatanlar çətinliklərlə üzləşə bilərlər. Xoşagəlməz sürprizlər, gözlənilməz gecikmələr və razılaşmaların pozulması ehtimalı var. Bütün bunlara baxmayaraq, səy göstərsəniz, məqsədlərinizə çatacaqsınız. Ailədə kiçik fikir ayrılıqları ehtimalı var. Çox güman ki, onlar məişət problemləri və ya ortaq pulu necə idarə etdiyinizlə əlaqəli olacaq. Oğlaq bürcü. Mümkün qədər çox şey öyrənməyə çalışın. Başqalarından əvvəl dəyərli məlumat əldə etmək şansını qaçırmayın. Diqqətli olsanız, başqalarının göz ardı etdiyi kiçik detalları görəcəksiniz və beləliklə səhv etməkdən qaçınacaqsınız. Akademik uğur ehtimalı yüksəkdir və özünüzü təkrarlamaq əvəzinə yeni bir şeyə qərq olmaq ən yaxşısıdır. Adi işiniz həmişəkindən daha yorucu və çətin görünə bilər. Günün ilk yarısında bu işin öhdəsindən tək gəlməli olacaqsınız. Amma sonradan insanlar kömək etməyə hazır olacaqlar. Özünüzü çox yorğun hiss etdiyiniz anda köhnə tanışlarınız sizə faydalı məsləhətlər verə və ya düzgün həll yolu təklif edə bilər. Xoş xəbərlər mümkündür. Bəzi oğlaqlar köhnə tanışlarınızdan çoxdan gözlənilən xəbərlər alacaqlar. Köhnə əlaqələri yenidən canlandırmaq istəyirsinizsə, bugün bunu etmək üçün bir fürsət olacaq. Romantik sürprizlər mümkündür. Siz də sevdiklərinizi sevindirmək üçün fürsət tapacaqsınız. Dolça bürcü. Günün əvvəlində ağlınıza gələn ideyalara diqqət yetirin. Onları dərhal tətbiq etməyiniz ehtimalı azdır. Amma çox güman ki, sonradan onlara qayıdacaqsınız. Buna görə də sonradan hər şeyi yenidən düşünməyə ehtiyac qalmaması üçün ətraflı qeydlər aparın. Səhər ünsiyyət üçün əlverişli olacaq. Yaxınlarınız və ya həmkarlarınızla hər hansı bir məsələni müzakirə etmək lazımdırsa, onu təxirə salmamaq yaxşıdır. Hətta çətin söhbətlər belə sakit və konstruktiv şəkildə davam edəcək. Dostcasına əhval-ruhiyyədə olacaqsınız və intuisiyanız sizə harada güzəştə getməli və harada möhkəm dayanmalı olduğunuzu deyəcək. Daha sonra sənədlər üzərində işləmək və inzibati və ya təşkilati məsələləri həll etmək üçün əlverişli zaman gələcək. Ciddi olacaqsınız və ətrafınızdakılar bunu dərhal hiss edəcək və sizi narahat etməyəcəklər. Bu müddət ərzində kiçik pul vəsaitlərinin daxil olmaları da mümkündür. Aldığınızı dərhal xərcləməyəcəksiniz və çox güman ki, sonradan qiymətləndirəcəksiniz. Riskli təşəbbüslərdən və məqsədlərinizə çatmaq üçün şübhəli vasitələrdən çəkinməyə çalışın. Bəzi fəndlərin uğurlu olması ehtimalı azdır, amma açıq davransanız, istədiyiniz nəticələrə nail olacaqsınız. Balıqlar bürcü. Gün xüsusən də müstəqil hərəkət etməkdənsə, komandanın bir hissəsi kimi işləməyi üstün tutanlar üçün əlverişlidir. Müttəfiqlər və eyni düşüncəli insanlar tapmaq asan olacaq, yeni tanışlar isə dəstək təklif edəcəklər. Bugün işgüzar münasibətlər kimi başlayan münasibətlər sonradan romantik xarakter ala bilər. Faydalı əlaqələr qura və təkcə müttəfiq deyil, həm də himayədarınız olacaq insanlarla tanış ola bilərsiniz. Özünüz haqqında danışmaqdan, istedadlarınızı və uğurlarınızı vurğulamaqdan çəkinməyin. Ağıllı özünü təqdimat çox faydalı olacaq.
Şəxsi münasibətlərdəki müsbət tendensiyalar nəzərə çarpacaq dərəcədə təsir göstərəcək. Bir çox insanın sizə həmişəkindən daha çox meylli olduğunu görəcəksiniz. Əvvəllər sizi tənqid etmək fürsətini əldən verməyən insanlar, əksinə bugün tərifləyəcək bir şey tapacaqlar. Şübhələrinizi və narahatlıqlarınızı bölüşsəniz, ən yaxın dostlarınız sizi dəstəkləyəcək və sevinc üçün səbəblər yarandıqda kənarda qalmayacaqlar. Kiçik pul daxil olmaları, hədiyyələr və sürprizlər mümkündür.